Yox, təbii ki, baş verir. Məsələn, adi Sovetlər Birliyinin çökməsini yaşayan insanlar Andrey Sakharov kimi akademik, yəni hidrojen bombasının belə deyək də yaradıcılarından biri Sovetlər Birliyinin ideologiyasına qarşı çıxdığı üçün onu göndərmişlər o zamanki Gorki vilayətinə orta məktəbi fizika müəllimi. Rusiya tarixində belə şeylər çox olub. Məsələn, Profesör Karazini, onun ki adı Xarkov Universiteti daşıyırdı, Milli Universiteti, zamanında dekabristlərə belə deyək, pərəstiş etdiyi üçün göndərmişlər orta məktəbə müəllim 4-cü sinifə qədər, ibtidai siniflərə dərs deyildi. Dünənləri Rusiya Federasiyası korrupsiyada günahkar bilinən, amma Rusiya nədənsə hərbi jurnalistlərin sevimlisi olan Popov, 58-ci ordunun komandanı, Rusiyada batalyon komandiri təyin edildi. Zaporojye vilayəti istiqamətində. Bilirsiniz, onlar o güya böyük yeyintilər var idi, onu həbs elədilər, sonra həbsdən ev dustaqlığına buraxdılar, o da başladı bəzi məsələlərin üstünü açmağa, bir də həbsə atdılar və dönərləri onun vəkilləri bildirdilər ki, göndərirlər müharibə bölgəsinə tağım komandiri. Nə demək istəyirəm? Və gələn ən mühüm hadisə, təbii ki, Putin yaşlıdır, benim burada bir sir yoxdur, amma Putin, bilirsiniz, Rusiya bostanının məhsuludur. Putin olmasın, nə bilim, o birisi olsun, Petrov olsun, fərqi yoxdur. Rusiya bugünkü formatında təhlükəlidir. Rusiyanın belə idarə olunması təhlükədir. Rusiya dəyişə bilmir, çünki Rusiya imperiyadır. Dəyişəndə dağılır. Bilmirəm, siz maşallah gəncsiniz, o bilmirəm bu ifadə yadınızdadır yoxsa, o zaman 90-cı illərin əvvəllərində Yeltsin hakimiyyətə gələndə dedi, kimə qədər istəyir, o qədər müstəqillik götürsün. Və bu ifadədən o dəqiqə Çeçenistan, Tataristan və o biri əlavə regionlarda həvəsləndilər, öz müstəqilliklərini elan etdilər. Məsələn, təhlükəli vəziyyət nədir Rusiya üçün bu günləri və təsdiq olunur, o cümlədən belə deyək, Rusiya xüsusi xidmət orqanlarının Telegram kanalı OGPO yazır ki, oktyabr ayı Ramzan Kadyrov öz oğlunu öz yerinə təyin edərək müalicə almaq istəyində olub və rədd cavabı alıb ki, uşaqdır. 17 yaş yox idi o vaxt. 17 yaş oldu, indi onu qoyub təhlükəsizlik şurasına katib, həm də Daxili İşlər Nazirinin kuratoru, yəni idarə edicisi. Gələn məlumat bundan ibarətdir ki, İndi üstü açılıb ki, son aylar Ramzan Kadyrov o cümlədən qohumluq əlaqəsində olduğu Qətər Şeyx ailəsindən xüsusi qarantiyalar alıb. Yəni, mən buna oradan şahidim necədir? Kadyrovun şahidi yox. Səlimxan Yandarıyevin xanımı ilə mən yaxından tanışım, Məlikə xanımla. Onun da köməkçisi yeri gəlmiş, Azərbaycanlıdır. Qətərdə yaşayırlar. Qətər, Oman, bu ölkələrdə çeçenlərin çox böyük diasporaları var. Çox böyük və çox, belə deyək, həyata təsir edir, siyasi həyata təsir edəcək qədər şeyx ailələri ilə qohumluqları var. Və indi üstü açılıb ki, FSB neçə aylardır Ramzan Kadyrovun gedişlərini izləyirmiş və dünənləri gələn məlumat bundan ibarətdir ki, Ramzan Kadyrov telefon söyüşməsi, telefon təhqirləri edib, xüsusi xidmət orqanlarının ki, bəs mən Putinə ata deyirəm, o mənim atamdır, nə bilim, mən onun əskəriyəm filan, siz də məni izləyirsiniz. Belə hadisələr getdikcə artacaq təbii ki. Bunun da səbəbi yenə də iqtisadi çöküş olacaq. Ona görə deyirəm ki, Putin öz hakimiyyətinin qədrini, qiymətini bilir. Ola bilsin ki, məsələn, mən hətta düşünürəm ki, o xəstəlik filan məsələlər, bunlar yaxşı düşünülmüş məsələlərdir, ola bilər. Çünki Putin 24 saat həkim nəzarətindədir. Mən inanmıram ki, hansısa bir təsadüfi bizi kimi, nə bilim, trolleybusdan, avtobusdan, metro ilə işə gedəndə xəstələnsin. Məsələnin başqa tərəfidir. Doğrudan nəsə etmək istəyirlər. Bu hamısı hiss olunur. Nələrsə dəyişməlidir, belə gedə bilməz. Həm Rusiyanın, Çinlilərin təsəvvür eləyin ki, aşkar rekrut mərkəzləri var. Yəni, əskərliyə qəbul, səfərbərlik mərkəzləri var Çində. Bunun hansısa böyük güzəştlərin qarşısındadır. Çin buna getməzdi. Çünki bu, Çin ikiyüzlülüyünü açıb ortaya qoymaqdır. Çinli əsirlərin ortaya çıxması Putinin
Çini pis günə qoymasıdır, pis vəziyyətə salmasıdır. Təsəvvür edirsiniz və elə bir ki, qəribə bir əməliyyatdır ki, Çinlilər əsir düşüblər, götürüblər 155 nəfərində pasport göstəricilərin, hərbi biletlərin göstəricilərin hamısında verirlər Ukrayna xüsusi xidmət orqanlarına. Sanki, nə bilim, o deyirlər ki, xoşbəxtlik yox idi, bədbəxtlik kömək elədi, belə bir ifadə var Slavyan dillərində. Elə bil ki, nə bilim, Allahın işidir, nədir, bu nədir, yoxsa bu qəsdən belə düşünülmüş bir məsələdir. Və iki məsələ var. Ya Çin hökuməti doğrudan da boynunu almalıdır ki, o Rusiya rəsmi kömək edir, ya da boynunu almalıdır ki, mənim xüsusi xidmət orqanlarım aşkar səfərbərlik aktlarını nəzarətdə saxlaya bilmirlər. Çünki Çinlilərin verdiyi sənəti dünən 155 idi, gəldi oldu 168. Və çox böyük məmnuniyyətlə də istintaqla əməkdaşlıq edirlər.